Salam bir daha. Ben bundan evvel bir video hazırladım. Yetiştirebilmedim. Çünkü mövzu böyücüdür. İrade ve məşiyyət məsələsini ələ aldım. Allahın bizdən həm məşiyyətə istəmək, həm də iradəyə istəmək deyirik və bunun ən qabaqcı videomuzda məişətlə iradə arasındakı fərqi başa salmağa çalışdıq. Mövzumuz ateistlərin və xüsusən də çevik kimlərinin Vəlizarın misal çəkərək Allah Vəlizarı belə olmasını istəyib, Vəlizar və onu kimlər belə oldu deyə bir söhbət etdiyinə görə mən məcbur oldum bir saata yaxın bu məsələni ələ aldım geniş və detaylı şəkildə və 81-ci Təkvir surəsinin 29-cu ayəsi və İnsan suresinin 76. surenin 30. ayəsi çevik bu ayəti gətirmişdi və 74. surenin Müddəssir suresi 56. ayəsində də buna bənzər bir ifadə gəlmişdir. Bunların üzərindən danışdıq və söhbətimiz bu yerdə qalmışdı ki, Süleymaniye Vakfinin dedik ki, bu ayət haqqında göndərdiyi dipnotu göstərdik. Dedik Müddəssir suresinin 74-56. ayəsində və 76. surə İnsan 30. ayədə şəə feili bir şey yapmaq anlamındakı şey şeyun mastarından türəmişdir. Yəni şəə istəmək sözü inşallahdakı şəə sözü şey sözündən kökü şey sözündendir dedik. Allah'ın yapması, etmesi, o şeyi var etmesi, insanın yapması da o şeyi için gereken çabayı göstermesidir. Bunu dedik ki, bu kəlmənin mənasında Müfradatul Muğni kitabında, hətta PDF formatını da gösterdim size bundan qabaqçı videoda. İndi dalınca dedik ki, Allah hər şeyi bir ölçüye göre var eder, yani bir miqdar təyin etmiştir. Qələm suresi 49-cu ayətə, Qəmər, üzr istəyirəm. Qəmər surə, Ay suresi, Qəmər suresi 49-cu ayə, 54-dən 49-una. Bir də Rad, göy gürültüsü deyilən surə, 13-cü surənin 8-ci ayəsinə hər şeyi bir ölçü içərisində yaratdığını göstərən bu iki ayətə istəsəniz baxa bilərsiniz. Sonra dalınca gətirir ki, imtihanla ilgili şeyləri pis ve yaxşı, yani kötü, iyi ve kötü diye ikiye ayırmıştır. Enbiya suresinin 35. ayesine buna əlaqədar baxa bilərsiniz. Və Allah bunu iki yere ayırdıktan sonra deyir ki, Allah hər kəsi doğru yolda olmasını istəyir. Nisa suresi 26'ya bakarsınız ki, Allah Teala bizim hidayət olmağımız üçün iradəsini orada 26'da koymuştur ortalığa. Ama sadece doğru şeyleri yapanı doğru yola sayır. Doğru şeyleri yapanları doğru yolda, hidayette saydığını ise Nur suresi 46. ayeti ile ortaya koymuştur ki biz o ayeti de okuduk inşallah ve sonra ise bu yerde sözümüzü bitirmiştik ki Şəms suresini 7 ve 10. ayələrini okuduk ki yaptığının doğru veya yanlış olduğunu da kişiye ilham eder ki Şəms suresinde فَأَلْحَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا həqiqətən biz nəfsi biz andolsun deyir nəfsə ve ona səviyyə verənə 7. ayədə 8'də deyir ki ona ilham etti Allah yani günahı da çəkinməli olacağı şeyləri də kim onu qorudusa da qurtuldu, kim də onu günaha batırdısa artıq puç oldu, məhv oldu deyə ifadə tamamlanmışdır. Və biz bu ayətin davamında yanlış davranışının içi sıxıldığını da bu ayətdə görmüş oluruq ki, onu da oxuyaq. Qad əfləha və qad xabə mən dəssəhə və onu günahla belə deyək də onu örtüb saran da əlbəttə yıxıma uğramışdır deyə bildirir ayət. Bundan o üzəsinə diqqət eləyək. Buna görə şəə feilinin öz nəsi, yəni əsası, kökü Allah olursa gərəkəni yaptı və ya yaratdı. İnsan olursa gərəkəni yaptı anlamında olur. Allah insanlara tercihlerine göre davranma hürriyeti vermeseydi hiç kimse yanlış bir şey yapamaz ve imtihan diye bir şey de olamazdı ki Nəhl suresi 93. ayette bunu açıklayır bize. Qoy o ayeti de inşallah gösterək
Deməli, ifadə belə keçir. وَلَوْ شَاءَ اللّٰهِ Əgər Allah istəməsəydi, uyğun görməsəydi, لَجَعَلَكُمْ أُمَّةً وَاحِدًا Əlbəttə, mütləq qərar verərdi sizi tək bir ümmət. وَلَكِنْ يُضِلُّ مَنْ يَشَاءُ Və lakin yuzillu men yeşâ uyğun gördüyü kimsə zəlalətdədir və yahdi men yeşâ və uyğun gördüyü kimsə də hidayətdədir. Və la tus'alunna amma kuntum ta'malun. Və əlbəttə ki, hökmən siz əməl etmiş olduğunuz şeylər haqqında sorğu-sual olunacaqsınız. Baxın, xahiş edirəm. Ayət açıq şəkildə nə deyir bizə? Yanlış edənlər və yaxud da düz edənlər özlərinin bu istəmə qabiliyyətini Allahın onlara verdiyini ortaya qoymuşdur. Əgər Allah istəsəydi, bizə bu istəmək, yəni nəyi seçim? Yaxşının hidayəti mi seçim, zəlaləti mi seçim? Bu seçim arasında iki seçim etmək, ikisindən birini seçmək üçün bizdə bir istək qabiliyyəti olmalıdır. O qabiliyyəti bizə verməsəydi, hamımız vahid bir ümmət olardıq. Digər varlıqlarla bir fərqimiz qalmazdı yəni. Amma bunu qoydu. Ona görə bəzilərimiz zəlaləti, bəzilərimiz hidayəti seçirik. Bu qabiliyyət olmasa bu seçim olmazdı. Və ona görə və tus'alunna amma kuntum ta'malun hökmən əməl etmiş olduğunuz şeylər barəsində sorğu-sual olunacaqsınız deməzdi. Əgər hər şeyi Allah istəyirsə də bu bir paradoks deyilmi? Bir oxuyan düşünmürmü bu ayəti nə dediyini? Əgər Allah istəsəydi siz vahid bir ümmət edərdi. Deməli Allah istəmədi. Allahın istəyi bu olsaydı ki, hamımız bir olaq, onda vahid bir ümmət olardıq, amma olmadıq axı. Bu niyə olmur? Çünki Allah bizə seçim istək qabiliyyətini verir. Lakin o istədiyini azdırır, istədiyini də doğru yola yönəldir. Nəyə bağlı məsələdir görəsən bu? Sənin seçiminə. Allah zəlaləti də, hidayəti də, pisi də, yaxşını da göstərir. Seçimi sənin ixtiyarına qoyur. Bu yenə dediyim kimi imtahan vərəqində bir dənə doğru cavab var. O doğru cavab sənə məktəbdə müəllim tərəfindən əvvəlcə öyrədilmişdir. 3 dənə isə səhv cavab vardır. Sən deyirsən ki, müəllim, sualı veribsən, doğru cavabı da altında qoy da və o birisiləri niyə qoyursan, məni çaşdırırsan? Onda imtahan olmazdı ki. Belə bir məntiqi bir düşün də, nə olar ki? Amma bunu bizə misal çəkməyin. Ben nə misal çəkim mən sən onda? Denən yanlış bir misaldırsa, deyim yanlışdır. Onda məktəbdə, onda ateistlər institutlarda niyə tələbələri belə şəkildə imtihan edirlər? Əgər bu yanlışdırsa da, sizin elmi argumentlərinizə görə bu yanlış bir hərəkətdirsə də, o zaman siniflərdə imtihan edilən tələbələr niyə görə belə bir düsturla imtihan olunurlar? Niyə bax, bu düstur məktəbdə iş olanda düz olur, həyatda olanda yanlış olur? Nə qədər insaflı və nə qədər ədalətlisiniz? Ateist müəllimlər, o sizin dərs oxuduğunuz məktəblər və yaxud da bugün ateizm keçilən məktəblərdə, deyək ki, dərs imtahanında məcəm bu şəkildə deyilmi? Sual verilir. Adi məsələn yarış keçirilir, bilik yarışları keçirilir. Məsələn, var mısın, yox musun, zəif, bənd, nə bilim nə, bir çox yarışlar gördük də, görürük. Orada bir sual səsləndirilir və 4 dənə A nöqtə, B nöqtə, D nöqtə, C nöqtə cavablar qoyulur. İçində biri doğru cavabdır. 3'ü yanlış cavabdır. Sən deyirsən ki, elə bil ki, niyə bu 3 dənə yanlış cavabı qoyursan, tək bir doğru cavabı qoy, onda bu nə imtahandır ki, hamı da biləcəkdir ki, bu sualdır, bu da bunun cavabıdır da. Onda nə maraq var ortada? İmtahan nə anlam daşıyır o zaman? Yəni siz nə dediyinizi özünüz belə bilmirsiniz, fərqində deyilsiniz. Davam edirəm. Yanlış kader anlayışını imanın bir esası gibi İslam'a yerleştirmek isteyenler büyük bir çarpıtma yaparak şa'e feilini irade yani isteme ve dileme anlamı vermiş. Bunu tefsirlere,
hatta sözlüklərə belə yerləşdirərək bir çox ayətin məalini bozmuşlardır. Baxmaq üçün deyir, mənim bu linkimə də girə bilərsiniz deyə altda bir link də buraxmışdır. Yəni demək istədiyim budur ki, araşdıran insan, məsələn Süleymaniye Vakfının tələbələri araşdırdığı kimi araşdırıb haqqı tapa bilər. Siz bunu araşdırmaq istəməmisiniz zaten. Ona görə də nəticə bu yerə gəlib çatıbdır. Və sonda mən ən axırda sadəcə Allahın ayətlərini sizlə paylaşmaq istəyirəm. Bu nədən ibarətdir? Deməli, Allah Teala məsələn Ali İmran surəsi 80-ci ayədə belə deyir. O mələkləri və peyğəmbərləri Rəblər edinmənizi əmr etməz. Siz müsəlman olduqdan sonra sizə küfrü mü əmr edəcək? Kafir mi olmağınızı əmr edər? Yəni Allah demək istəyir ki, heç o sizə mələkləri və nəbiləri özünüzə Rəbb götürməyinizi əmr edərmi? Siz iman gətirdikdən sonra heç o sizə kafir olmağı əmr edərmi? Yəni bu mümkün deyil. Nətər siz deyirsiniz ki, mənim kafir olmağımı Allah əmr etdi? Allah istədi yəni. Davam edək. Nisa surəsini heç bunların haqqında danışdıq, istəyənlər baxa bilər. Mən bir ayət istəyirəm göstərəm. Ənam 59-u zaten qabaqda bildirdim ki, orada Allahın izni olmadan deyir, Allahın bilgisi xaricində bir yarpaq belə düşmür. Bilgisi, yəni xəbəri var düşməsindən. Bunu anlasınlar deyə. Baxın, xahiş edirəm. Burada bir primitiv misal çəkmək istəyirəm. Məsələn nədir? Allah ona şərik qoşulmasına razı deyil. Doğrudur ya yox. Bəs şərik qoşanlar nə deyir? Allah istəməsəydi, məsələn, bax 148. Tezliklə şərik qoşanlar deyərlər ki, "Ləv şə'allah mə əşrəknə və lə əbəunə." Əgər Allah istəməsəydi, nə biz, nə də atalarımız şərik qoşmazdı. Yəni bugünkü kafirlərin və ateizlərin etdiyini kitab bizə xəbər verir ki, zaten şərik qoşanlar bunu şərik barəsində də bildirmişdi. Halbuki Allah Teala bizə, bax xahiş edirəm, Nisa surəsinin 48-ci ayəsində deyir. Baxın, gerçəkdən Allah kəndisine şirk koşulmasını bağışlamaz. Bunun dışında kalanını ise dilediğine bağışlar. Kim Allah'a şirk koşarsa doğrusu büyük bir günahla iftira etmiş olur. Kardeşim, Allah buradan gösterir ki ona şirk koşulmasını istemiyor zaten. Ve buna göre tehdit edir. Bir tane de ayet gösterir. Nisa 116. Hiç şüphesiz Allah kendisine şirk koşanları bağışlamaz. Bunun dışında kalanlarını ise dilediğine bağışlar. Kim Allah'a şirk koşarsa elbette o uzak bir sapkınlıkla sapmıştır deyir. Yani bunu deyirlər, Allah istəməsə biz şərik koşmazdıq. Allah buradan bunun şərik koşmasını istəsin, buradan da tehdit etsin. Bu necə bir məntiq olur? Devam edirəm. Məsələn, Ənam surəsinin 148, Ərəf 33-ə baxın, xahiş edirəm. De ki, Rabbim yalnız çirkin hayasızlıqları, onlardan açıqda olanlarını və gizli olanlarını, günah işləməyi, haqlı nədəni olmayan isyan və saldırıyı, kendisi hakkında ispatlayıcı bir delil endirmediği şeyi Allah'a şirk koşmanızı ve Allah'a karşı bilmediğiniz şeyleri söylemenizi haram kılmıştır. Yasak etmiştir. Qadağan etmiştir. Aha, qadağan etti. Ben niye edirsiniz onda siz? Ben demirsiniz Allah bir şeyi istemese biz edebilmezdik. Allah istəmir bunları, bəs niyə edirik? Deməli, bizdə bunları haram etdi, bunu qadağan etdi. Amma bu həddi pozmamağı sənin seçiminə bırakmıştır. Buna karışmır yani. Bunu anlamayacaq qədər insan məncə, nə bilim, geri zəkalıdır. Bu bir də ayət göstərirəm. Tövbə surəsi 115. Bir topluluğa Allah hidayət verdikdən sonra korkup sakınacakları şeyleri kendilerine açıklayıncaya kadar onları sapıklığa sürükleyecek değildir. Şüphesiz ki Allah her şeyi bilendir. Ne anlıyorsunuz bu ayada? Bir dakika koy bunu sessizə salım. Yoksa dayanmadan kanımızı qaraldacaq. Aha, deməli bu ayətdən Allah der ki, əsla və əsla onlara açıqlamadıqca onları nə etməyəcək?
sapıklığa sürükleyecek değil. Birinci açıklayır. Ondan sonra adam buna rağmen gözünü belə tutur, kulağını belə tutur, ağlını belə işlətmədi. O zaman o azğınlaşır, azğın qərar verilir. Ayeti bir de okuyuram. Bir topluluğa Allah hidayet verdikten sonra korkup sakınacakları şeyleri kendilerine açıklanıncaya kadar, deməli açıklanmasa o zaman ona azğın demeyecek. Onları sapıklığa sürükleyecek değildir. Açıqlamıyor. Əgər deyirlər ki, məsələn, hansısa meşədə insanlara haqq çatmayıbsa azğın deyil. Çatdıqdan sonra inkar edirsə, anladıqdan sonra inkar edirsə, o zaman zaten azğın sayılır. Şübhəsiz ki, Allah hər şeyi biləndir. Davam edirəm. Bir dənə də burada bir şey də istəyirəm gətirəm. Şəə məsələsinə bir anlam qazandırmaq üçün. Baxın, xahiş edirəm. Ənam surəsində bir ayət var. Çox önəmlidir. Bu sözləri bilməyinizi istəyirəm. 80-ci ayədə deyir ki, kavmi onunla çəkişib tartışmaya girdi. Dedi ki, o bəni doğru yola erdirmişken siz benimle Allah konusunda çekişip tartışmaya mı girişiyorsunuz? Sizin ona şirk koştuklarınızdan ben korkmuyorum. Ancak Allah'ın benim hakkımda bir şey dilemesi başka. Yani Allah'ın dilemesi haricinde ben onlarda Allah hardasa şərik koştukları onların şeylerden korkmasını diləyə bilərmi? İstəyə bilərmi? Belə bir istəyini harda araşdırmalıyıq? Kitabında. Ki, müşriklərin Allaha ortaq qoşduqlarından da Allahdan qorxduğunuz kimi qorxun. Bu mənim istəyimdir. Belə bir sözə rast gəlmisiniz? Yox. Deməli, belə bir şeyi biz bir dəlil olaraq Allahın vəhiy gəlməsə, belə bir şeyi bizdən istəməsə, biz belə bir şeyi zaten eləməyəcəyik. Anlamını ortaya qoymuş olur. Əks təqdirdə Quranda da biz baxırıq ki, Allah əksinə bunun ziddini istəyir. Yəni onlardan qorxmayın, Allah'a heç bir şey şərik qoşmayın. Hətta müşriklərin şərik qoşduqlarından uzaq durun. Valideyniniz mənə bir şey şərik qoşmağınızı istəsə belə onlara bu istəklərində itaat etmə deyə çəkindirmişdir. Yəni ziddi vardır. Aydındır nə demək istəyirəm. Və dalınca 81-ci ayətini də istəyirəm göstərəm. Həm siz onun haklarında hiçbir delil indirmediği şeyleri Allah'a ortak koşmaktan korkmazken ben nasıl sizin şirk koştuklarınızdan korkarım? Anladınız da. Deməli bir şeyin hakkında nəsə delil olmalıdır ki sen onu hərəkət edəsən. Allah'ın bizden istediği şeyler şeriat vasıtasıyla bildirilir. Tekvinimizde olan şey zaten var. Ama şeriatte olan bir şeyi Allah'ın hoş karşıladığını gördüğümüz zaman bunu Allah hoş karşılar diye ben onu seçirəm. Ama seçmeye de bilərəm. Zaten imtihan elə budur. Aydındır nə demək istəyirəm. Korkmak istəyirəm. Ben nasıl sizin şərik koştuklarınızdan korkayım? Ben hakkında hiçbir delil olmayan bir şeyi Allah'a ortak koştuğunuzdan korkun. Mesela Buxariyə necə iman edim? Sülkayfə necə iman edin? Bir halda ki Allah onlara iman etməyimə dair mənə heç bir delil nazil etməmişkən. Şu halde güvenlik içinde olmak bakımından iki tarafın hangisi daha hak sahibidir? Eğer bilebilirsinizsə də, yani bunun cevabını verin görüm. Hansı? Yani buna iman istəyibdir, mən buna iman edirəm. Ama sizin məndən iman tələb ettiğiniz şeylere imamet mövzusu olsun, ne bileyim ondan sonra Buxari, Müslüm olsun, şeyhler, ağalar olsun, ne bileyim müştehidler olsun, bunlara itaat etmeyi, bunlara iman etmeyi məndən Allah istəməyibdir axı. Buna bir dəlilimiz yoxdur axı. Özünüz ayətləri cımbızlayıb yozmaqla, sübut göstərməyə çalışmaqla deyil ki. Davam edək. İndi nəyə gəlmişəm? Sözüm nədəndir? Bir dənə də ayət Əraf 89'da deyir. Şüeyb tayfasından danışır. Allah bizi ondan kurtardıktan sonra, Şüeyb deyir bunu, bizim tekrar sizin dininize dönmemiz, din sözü değil millet kelime, sisteminize, yani inanç sisteminize dönmemiz, Allah'a karşı yalan yere iftira düzmemiz olur.
Yani dönsək Allah'a iftira etmiş olarıq. Rabbimiz olan Allah diləməsi dışında ona geri dönməmiz bizim için olacak iş değildir. Yani o zaman biz o sisteme dönerik ki bunu Allah istesin. Allah bizden talep etsin. Allah buna dair bir delil indirsin. İndi kardeş Allah bize kafir olmamamız için delil gönderip biz buna rağmen kafir oluruq ve deyirik ki Allah istemeseydi biz kafir olmazdık. Bu kadar gülünç, absürt bir fikir mi olar? Bu kadar mı insanlar yani ağlını işlətmirlər? Devam edirik. Eyni məsələni Hud suresi 107. ayetinden 108. ayette de görərik. Diqqət edin. Cehenneme düşen toplum var, cennete düşen toplum var. İndi cehenneme düşen toplum hakkında Allah der ki onlar Rabbinin dilemesi dışında gökler ve yer sürüp gittikçe orada süresiz kalacaklardır. Çünkü Rabbinin gerçekten dilediğini çünkü Rabbin gerçekten dilediğini yapandır. Burada ise Rabbinin uygun gördüğü şey istisna ifa. İlla men şa'a rabbuka. İnne rabbuka fa'alun lima yuriddir. Hem şa'a var hem irade sözü var. Yaxşı. Allah ne istedi ve hansı şey için iradesini ortaya koyup. Allah'ın iradesi Kur'an'da ne cehennemden çıkışın olmamasıdır, ne cennetten çıkışın olmamasıdır. Böyle bir iradesi varsa isteği, Allah'ın meişeti, o zaman buradan çıxış üçün mümkündürmü? Yox. Aç Qurana baxın. Heç bir yerdə tapa bilməyəcəksiniz. Əslində əksini görəcəksiniz ki, orada onlar qalıcıdırlar, əbədidirlər ifadələrini görmüş olacaqsınız. Eyni ilə də eğer desek ki cehennemden ne zamansa kimse kurtulacak, o zaman bu ayete de dikkat edin. Mutlu olanlar da artık onlar cennetlerdedirler. Rabbinin dilemesi dışında gökler ve yer sürüp gittikçe orada süresiz kalacaklardır. Kesintisiz olmayan bir ihsandır. İfadede baktığınız kimi Rabbinin dilemesi dışında gökler ve yerler sürüp gittikçe orada süresiz kalacak. Rabbin ne baksa oradan çıkmağı dileyebilir mi? Yoktur böyle bir şey. Devam edirik. Deməli, Allah'ın neyi dileyip, neyi dilemediğini de Kur'an içinde aktarmalıyıq ki, onları, ona göre İnsan suresinin 30. ayəsi və yaxud da Təkvir suresi 29. ayəni oxuyanda baxmalıyıq ki, görək Allah Kur'an'da neyi məişət etmiştir, ne istemiştir bizden. Biz ne kadar ki Allah'ın istəklərini bilmirik. 100 tane şey istesek de bu Allah'ın istediği olmayacaktır. Biz Allah'ın istediği şeyi istediğimiz zaman doğru şey etmiş olacağız yani. Anlayırsınız da yəqin ki ne demek istediğimi. Devam edirəm. Kehf suresi 29'a baxırıq. Der ki ve de ki hak Rabbinizdendir. Artık dileyen iman etsin, dileyen de inkar etsin. Bakın. Arabisinde de aynı söz. Ve kulil hak min rabbikum femen şa'a fel yu'min ve men şa'a fel yakfur. Şa'a istemek hemen söz. Aynı İnsan suresi 30. ayet. Aynı Tekvir suresi 29. ayet. De hak senin Rabbinden olan şeydir. Neticede kim istese neticede iman eder ve kim de istese neticede küfür eder. İstese ki özü. Aynı sözdü. Özünün bu insanın icbarı olmadığın, Allah'ın küfrü ve imanı yarattığını ortaya koyur. Eyni ilə məktəbdə müəllim bir sualın cevabına 4 tane müxtəlif cevaplar yaradır. İçinde biri düzdür. O düzü sənə əvvəlcədən deyib öyrədib. Bu 3 tane de yanlış cevaptır. Bu Allah'ın məişətidir. İndi sən burada istəsən doğru cevabı seçersen, İstesen yanlış cevabı seçersen. Bu kitap sana doğru cevabı deyir. Ama sen onu okuyup bile bile yine bunu koyup səhv cevabı seçirsense ve bunu da Allah istedi deyirsense de bu çok absürt ve gülməli fikirdir. Allah küfrü ve imanın məişətini ortaya koydu. İkisini de. Seçimi de senin ixtiyarına verdi. Tamam. Devam edirik. Həd suresi 26'ya dikkat edin. Bayaq şirk hakkında danışmıştım, o ayete göre getiririm. Hani biz İbrahim'e evin yerini belirtip hazırladığımız zaman bana hiçbir şey ortak koşma
təvaf edənlər, qiyam edənlər, ruku, səcdə edənlər için evimi tərtəmiz tut dedik. Bax günün əmri və şərik qoşma. İndi İbrahim, Allah ona deyir ki, şərik qoşma. İndi İbrahimə şərik qoşma deyəndə, Xəyyam şərik, mademi var İbrahimə deyir, mən şərik qoşa bilərəm, deyə bilərəm, ayət oxudum axı. Bizim üçün nümunədir İbrahim deyir axı. 60-cı surə. İndi Çevik deyir ki, bax atası deyir Çevikə deyir ki, Çevik söyüş danışma. Diqqət elə. Və Çevik söyüş danışır. Və bu zaman deyə bilərmi Çevik ki, atam istədi deyim mən söyüş danışdım. Ha, atan istəmədi axı. Sən özün danışdın. Atan ta da dedi ki, danışma. Yox, əgər danışmağımı istəməsəydi, ağzımı yumardı. Elə şey olar. Çevik'in dediği söz buna bənzəyir. Bu məsələ bənzəyir. Atası uzaqbaşı neyini bilər? İkinci səfər bir də tapşıra bilər, başqa yoldan deyə bilər. Hətta deyək ki, bir şillə vurdu. Amma Çevik yenə də deyək ki, söyüş danışmağa davam elədi. O zaman atası deyəcək ki, özün bilərsən. Uzaqbaşı deyəcək, dabəni danışdırma. Ondan əlaqəsini kəsəcək. Allah da dünya sonuna qədər səni danışdırmayar, əlaqəsini səndən küsər yəni. Səni bıraxar öz başına, get zülmünü artır yəni. Ahirət yurdundakı azabını artır. Sənə verilən möhləti sən öz xeyrinə sayırsan, amma bu sadəcə sənə əzabını daha şiddətləndirmək üçün verildikdən başqa bir səbəb daşımır. Siz Çevik və Çevik kimilər bu qədər küfür edirsiniz, amma baxırsınız ki, sizə heç bir zərər gəlmir. Elə başa düşürsünüz ki, həqiqətən də Allah olsaydı bizə də bir nəsə olardı. Sizdən daha ağır cinayət işləyən insanlara, onların ölümü gəlib çatana qədər, yəni əslində qiyamət gələnə qədər zaten onlara heç bir şey edilməyibsə, sizə niyə edilsin ki? Amma qiyamət gəldikdə əsl Allahdan qaçıb yaxa qutara bilməyəcəksiniz. Buna əmin olun. Davam edirəm. Rum surəsi 31-ci ayədə baxaq. Gönüldən qatqısız bağlılar olaraq ona yönəlin və ondan qorxub sakının, təqva göstərin. Dosdoğru səlatı iqamə edin və müşriklərdən olmayın. Bizə də tapşırdı. Dedi mi? Orada İbrahim'e dedi, burada da bize dedi. Müşriklerden olmayın. Dalınca deyir, kendi dinlerini fırkalara ayırmış ve kendileri de parça parça olmuşlardır ki, her grup kendi elindekiyle övünüp sevinç duymaktadır. Bak yine, kimlere bahsedir? Firqelere bölünen, Sünni, Şiye kimi olmayın deyir. Onlarca müşrik saydı Allah bu ayette. İndi bunlar diyebilirler mi ki, bu ayet var. Bunu göre biri özüne Sünni, biri özüne Şiye, biri özüne Hanefi, biri özüne Maliki, biri özüne ne bileyim Caferi. Heresi bir ad koydular. Fırka fırka oldular. Ve öz yanlarında olana sevinip övündüler. Allah da onlar kimi olmayın der. Müşrikler de onlar der. Belə edənləri müşrik adlandırır. İndi bu adamlar Allah'a bir şərik qoşmuruq. Aslı o təkdir. La ilahe illallah da deyirlər. Amma əməlləri müşriklərin əməlidir artıq. Seçimi bunlar elədilər. Biz də eləmirik. Deyirik ki, biz müsəlmanıq. Biz nə sünni deyirik, nə şiyə deyirik. Anlayırsınız da. İndi deməli, qardaşım, bu seçimi Allah Teala mənə verir. Deyir ki, bax, istəsən şiyə ola bilərsən, istəsən sünni ola bilərsən, istəsən heç birini seçməyib, təkcə Allaha iman gətirib, yalnız ona istinad, munib edən, ona əsaslanan ola bilərsən. Yəni, Quranla gedə bilərsən. Davam edirəm. Zümer surəsi 7 muhtəşəm ayədir. Bax, xahiş edirəm bu ayətə, ancaq tərcümə oxuyuram. Ərəbisinə girəndə çox uzanır, bax. Əgər inkar edəcək olursanız, artıq şübhəsiz Allah sizə qarşı heç bir ihtiyacı olmayandır və o kulları için inkara, küfrə, rıza göstərməz. Allah sizin kafir olmağınıza razı deyil deyir ayə. Bax, xahiş edirəm, bir də deyirəm. Allah sizə qarşı heç bir ihtiyacı olmayandır və o kulları üçün inkara, rıza göstərməz. Qoy buradan bizim dildə də oxuyaq. O kullarının kafirlik etməsinə razı olmaz. Ben niyə kafirlik edirsiniz? Allah bildirdi fikrini. Bu Qurandan dəlil gətirirsən, bu Quranda bu ayə də var ki, Allah razı deyil. Amma buna rağmen mən nə edirəm? Kafir oluram.
Deməli, mən azad iradənin sahibiyəm. Allah mənə küfrü də qoyub qarşıma, imanı da qoyub qarşıma. Deyir, bu Quranla getsən, imanı seçmiş olarsan, bunu tərk eləsən, küfrü seçmiş olarsan. Avtomatika, bunun inkarı küfrün seçimidir. Budur, məna budur, məntiq budur yəni. Və son olaraq İnsan surəsi 3-cü ayə. Biz ona yolu göstərdik. Ya şükür edici olur ya da nankör. Yəni özü bilər. Mənim sözüm burada tamamdır. Odur ki, özünüzə haqsızlıq eləməyin. Özünüzü aldatmağa davam etməyin, yazıqsınız. Etsəniz də heç olmasa diliniz sakit. Gedin, nə qələt edirsiniz, edin, nə səhv edirsiniz, yəni edin, məna budur qələt sözündə. Cəmaatın belə deyək də şübhəyə salmaq, insanları bu qədər belə deyək də oyun quraraq, hiylə işlədərək azdırmaq vallahi sizə bir şey qazandırmaz. Bu sizin daha da çox əzabınızı artıracaq. Dünyadakı rüsvayçılıq var hələ qarşıda. Bu günləri elə bir mən şəxs tanımadım ki, Allaha və onun haqq dininə, onun kitabına biri dil uzada və dünyada rüsvay olmadan ölə. Mən bunu görmədim. Siz olun. Demirəm tövbə edib qaydalar. Əgər tövbə etməsə, çevik və çevik kimləri, əgər bu dünyada ən rəzil və rüsvay bir hal yaşamasa, bu xəyyamın üzünə tüpürsünlər. Gəlib tüpürərsiniz mənim üzümə. Bu sözü burada deyirəm. Tövbə etsələr, iman etsələr, Allah onlara qarşı əffedici olub ayıblarını örtər. Əks təqdirdə onlar ölüm anı gəldikdə, ölməmişdən əvvəl zaten Allahın varlığına inanacaqlar. Elə bir adam yoxdur ki, buna inanmadan dünyadan geçsin. Amma ölüm anındakı o inamı, o imanı ona bir fayda gətirmir. Amma bu dünyada da rüsvayçılığı yaşayıb öləcəkdir. Rüsvay olacaqdır yəni. Quranda vədi var. Dünyada onlar rüsvay olmaq, ahirətdə isə şiddətli bir əzab gözləyir deyir. Bu qədər. Allahın salamı olsun hidayətə tabi olanlara.